möhtəşəm qorxurdum olacaq. da, çox qorxurdum da. Nə qədər olub? 10 il bundan qabaq. Hə, ilk mahnını oxuduğun, Yazsın mənə. hə, yazsın. Mahnıya qulaq asan kimi ilk mahnını dinləyənlərdən mən oldum. Bəli. Dedim Aysun, bu mahnı çox möhtəşəm mahnıdır. Hə, daha sonra o mahnı getdi çıxdı Türkiyəyə. Orada İrəm Derici oxudu. İrəmdə daha çox partladı, nəinki məndə. Amma maşallah Zülfü sağ olsun, doğrudan da uğurlu oldu mənim üçün. Əslində hər birimizi bir yerlərə gətirən xarakterimizdir, xüsusiyyətlərimizdir ki, yəni, tutduğumuzu yoldan geri dönməmək lazımdır. Yalnız irəli, Bəli. geri çəkilmək olmaz. Əsla. Aysunun ən çox sevdiyim xüsusiyyətlərdən də biri odur ki, səhv də olsa deyir ki, bunu mən özüm eləmişəm, Bəli. bu yolda mən gedəcəm və səhv olsa da bu yolu mən gedəcəm. 100%. Çünki insan hər atdığı addımı özü düşünərək addım atır. Səhvin də sənin səhvindir, düzün də sənin düzündür. Səni qəbul edən elə də edəcək, belə də edəcək. Əsas odur ki, o səhvi etiraf edəsən. Bəli, o səhvlərdə də qalmayasan, İnsan hər zaman səhvlərdə də qalmayasan, hər gün hər insan hər səhv gün yeni ola bir bilər. Həyatda dünyadır. heç kim ideal insan yoxdur. Hər insan səhv ola bilər. Kimisi qarşısındakını incitməməkdən və ya itirməkdən qorxa bilər. Əsas odur ki, orada bir anlayış olsun, bir-birinizi anlaya biləsiniz. İstər dostda, istər sevgidə, istər ailədə. Ən önəmlisi anlayışdır və onu aşa biləsən. Onu aşdıqdan sonra da o səhvi etməyəsən.